Salam əziz balalar. Bugünkü dərsimizdə biz Qız qalası ilə bağlı bir neçə tapşırığı yerinə yetirəcəyik. Əgər xatırlayırsınızsa, ötən 2 dərsimizdə biz qala ilə bağlı mövzular oxumuşduq. Biri Qız qalası adlanırdı, digəri isə Odlar qızı adlanırdı. İndi isə bax, ilk tapşırığımızda hər iki mətnin məzmun xüsusiyyətinə görə müqayisə edəcəyik. Bunun üçün biz Venn diaqramından istifadə edəcəyik. Venn diaqramının mərkəzində hər iki mətnə məxsus olan oxşar xüsusiyyəti qeyd etməliyik. Əlbəttə ki, bu oxşar xüsusiyyət hər iki mətndə Qız qalası haqqında məlumatın verilməsi olacaq. İndi isə gəlin ayrı-ayrılıqda hər bir mətnə məxsus xüsusiyyətləri qeyd edək. Yadınızdadırsa, Odlar qızı mətnində möcüzəli əhvalatlar var idi. Bu mətni bədii mətn adlandıra bilərik. O cümlədən bu mətndə obrazlar da var idi. Lakin Qız qalası mətnində isə daha çox faktların olması üstünlük təşkil edirdi. Bu mətn informativ mətn sayılır və bu mətndə biz qalanın geniş təsviri haqqında məlumat əldə edə bildik. Keçək növbəti tapşırığımıza. Bu tapşırıqda isə biz Qız qalası haqqında yaddaş xəritəsi hazırlayacağıq. Əgər yadınızdadırsa uşaqlar, biz ötən dərsimizdə Qız qalası mətninin bitmiş hissələrinə görə yarım başlıqlarla adlandırmışdıq. Bax, bu yaddaş xəritəsini hazırlamaq üçün də həmin yarım başlıqlardan istifadə edəcəyik. Mən artıq həmin yarım başlıqları yerləşdirmişəm. İndi sizdən xahiş edəcəm ki, mətni oxuyarkən götürdüyünüz qeydləri bax, bu yarım başlıqlar əsasında qruplaşdırıb yazasınız. Gəlin həmin fəaliyyəti birlikdə yerinə yetirək. Yadınızdadırsa, biz ilk oxuduğumuz abzası Azərbaycanın simvolu adlandırmışdıq. Və həmin abzasda tarixi abidələrdən, o cümlədən simvol haqqında məlumat qeyd etmişdik. Daha sonra isə biz qalanın quruluşu yarımbaşlığına keçdik. Həmin yarımbaşlıqda isə abidənin Bakıda yerləşməsi, hündürlüyünün 28 metr olması və 8 mərtəbəli olmasını qeyd etmişdik. Növbəti oxuduğumuz bitkin hissə qalanın sirləri yarımbaşlığı ilə adlandırılmışdı və bu hissədən isə biz enli divar haqqında, dayaq rolunu oynaması haqqında, gizli xəzinənin olması haqqında məlumat əldə etmişdik. Bax, bu qeydləri də məhz bu başlıq altında yaza bilərik. Qalanın yaşı başlığı altında isə əlbəttə ki, bura yazacağımız qeydlər 12-ci əsr qeydi olacaq. O cümlədən qalanın yaşının 3000 il olduğu haqqında yazılmış fikir də burada yazıla bilər. Və sonuncu qalanın təyinatı adlı yarımbaşlıq altında yazacağımız qeydlər isə əsasən bu qeydlər olacaq. Atəşpərəstlərin məbədi kimi istifadə edilməsi və bir də müdafiə məqsədi ilə istifadə edilməsi. Əminəm ki, siz də mənimlə bərabər qeydlərinizi verilmiş yarımbaşlıqlar altında qruplaşdırdınız və hekayə, daha doğrusu yaddaş xəritəsini tamamladınız. Bax, belə uşaqlar, bugünkü dərsimiz bu tapşırıqla sona çatır. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.